Salam uşaqlar, hər vaxtınız xeyir. Yekun monitoring 6 ilə davam edirik. Bir də uşaqlar, mən sizə qeyd etməyi unutmuşam. Bilirsiniz ki, bu iki çərçivə sənədlərində dəyişiklik olub. Dəyişiklik nədən ibarətdir? Məsələn, keçən il bütün suallar, məsələn, açıq sualların sadəcə cavabları yazıldı. Məsələn, deyək ki, bu açıq sualdır, həll elədik. Məsələn, 750 aldıq. Orada 750-ni qeyd eləyirdik. Bu şəkildə hər damaya uyğun olaraq 7-nin altına 7-ni seçirdik və bu şəkildə qaralayırdıq. Nə bilim, 5-i bu şəkildə, 0-ı da bu şəkildə qaralayırdıq. İndi isə 5 dənə açıq tipli sual var. Bu 5 dənə açıq tipli sualın 2 dənəsi mi? 2 dənə idi, səhv etmirəmsə. 2 dənəsi bu şəkildədir. Yəni cavabın yazıb dairələr şəklində, yəni içərisini qaralayırsınız. 3 dənəsi isə həlli tələb olunandır. Məsələn, deyək ki, bizə bir misal verir. Yəni orada deyir ki, mütləq 2 dənə cavabı olmalıdır. Yəni onu necə tapırsınızsa, onun qaydasını yazın. Məsələn, deyəsən bu düzbucaqlının bizdən sahəsini soruşur. Bilirik ki, düzbucaqlının sahəsi S bərabərdir A vurulsun B-dir. Biz məsələn deyək burada A-ya 27 deyirik, B-yə isə 22 deyirik. O zaman S bərabərdir 27 vurulsun 22-yə. Bu şəkildə cavabımızı alırıq. Cavabımız oldu, məsələn, 594. Yəni, bu şəkildə açıq necə varsa, məsələn, bura yazılır 59-cu sual, məsəl üçün deyirəm də. 59-cu sualın, bax, izahı bu şəkildə yazılır. Necə həll eləyirsinizsə, o şəkildə qeyd olunur. Dediyim kimi, ya 2 dənədir, ya 3 dənədir, o şərt olaraq həqiqətən indi yadımdan çıxıb. O biri yekun imtahanlarda, yəni daha doğrusu monitorinqlə yazdığım zaman qeyd eləyərəm. Səviyyəmiz 2 dənəsi bu şəkildə idi, 3 dənəsi bu şəkildə açıq versiyalardaydı. Ya 3 dənəsi bu şəkildə bağlı idi, yəni ki, qeyd etməklə, 2 dənəsi şərtin yazmağı istəyir. Daha doğrusu həllin necə tapırsınızsa o şəkildə yazmağı istəyir. Sadəcə mənim əlimdə cavab kartı yoxdur deyə sizə göstərə bilmirəm. Bu şəkildə bunu qeyd etmiş olaq və başlayaq suallarımızı yazmağa. Deyir, Kərim dayının nar ağaclarını əkdiyi düzbucaqlı formasındakı bağın eni 22 metr, uzunluğu 27 metrdir. O bağın enini artırmaqla onu kvadrat formalı etmək istəyir. Bu halda bağın sahəsi neçə kvadrat metr artacaq? Bax, bunun eni 22-dir. Artırmalıdır ki, bu kvadrat formalı olsun. Kvadrat formalı olması üçün bu da 27 olmalıdır. Bütün tərəflər 27 olmalıdır. O zaman mən 22-nin üstünə 5 gələrəm. Bu edər 27. Yəni 5 vahid artırdıq. 5 vahid artırdığımız zaman da bağın sahəsi neçə kvadrat metr olacaq? S bərabərdir 27-ni də vuracaq 5-ə. Edəcək 135. Yəni 5% artırdı. Edəcək 135A variantı. Kisədə 10,93 kiloqram kartof var idi. Satıcı onun 31'də 9 hissəsini satdıqdan sonra kisədə neçə kiloqram kartof qaldı? Burada deyirsiniz ki, məsələn 10,93-dən 3də 1-i çıxmaq lazım. Yox, burada bizə hissə söhbəti var. O zaman biz 1-dən çıxırıq 31-də 9-u, yəni bir bütövümüz 31-də 9-a çıxdığımız zaman edir 31-də 22. Yəni 31-dən 31-də 9 çıxırıq, 31-də 22 edir. 10,9-da 3-ü də düzgün olmayan kəsrə çevirdiyimiz zaman edir 9-da 93. Həmin bu 9-da 93-ü də biz vururuq 31-də 22-yə hissəsini tapmaqdan ötürü. Bu da ixtisar etdiyimiz zaman burada 3 gedir. 66 bölünsün 9-a. Bu da 7,3'də 1 edir. C variantı. 28. X və Y düz mütənasib kəmiyyətlərdə K plus 1 cəmini tapın. Bax, belə məsələlərdə, əgər düz mütənasiblikdən söhbət gedirsə, həmişə birinci çalışın ki, düsturların yazın. Y bərabərdir K X-a. K-nı tapdığımız zaman Y-i X-ə bölməliyik. X-i tapdığımız zaman Y-i K-ya bölməliyik. Gəlin buradan bizə verilənlərdə birinci K-nı tapaq. Y bölünsün X-dan 44 bölünsün 11 bərabərdir 4. Bizim K-mız deməli, mütənasiblik əmsalımız 4-dür. K-nın burada çox uşaq bunu elə bilir ki, 1-dir. Bu 1 deyil, el hərfidir. Birdən imtahanda da nəsə bu el kimi göstərilər. Elə bilərsiniz 1-dir, K-nın üstünə 1 gəlib cavab yazarsınız. Elə bir şey eləməyin, bu el hərfidir.
K-nı tapmaq üçün mən y-i tapmalıyam. Y bərabərdir k x-a. Deməli, k-mız 4-dür, x-imiz də 20-dir. 4-ü 2-yə vurduğumuz zaman etdi 80. Deməli, k bərabərdir 80-ə burada qeyd edək. İndi l-i tapmaq üçün də mən x-i tapmalıyam. Deməli, x bərabərdir y bölünsün k-ya. 72-ni də 4-ə böldüyümüz zaman 18. L də elədir 18. K plus L cəmi soruşduğu üçün 80 üstə gələk 18. Bu da edəcək 98. Aşağıdakılardan hansı müsbət və mənfi ədədlər haqqında doğru məlumatdır? Mənfi ədədlə müsbət ədədin hasilinin işarəsi müsbətdir. Mənfini müsbətə vurduğumuz zaman mənfi alırıq. Bu doğru deyil. Ədəd oxunda verilmiş iki ədəddən sağda yerləşən böyükdür. Bəli, ədəd oxundan hər zaman iki ədədin sağındakı ən böyük olur. Yəni variant B variantı. Sadələşdirin. İndi gəlin buradan bərabər qoyub yazaq. Mənfi 5B çıxılsın. İşarəyə mütləq şəkildə uşaqlar diqqət edin. Mənfi 5B-ni müsbət 4A-ya vurduğumuz zaman mənfi 20A üstə gəlinsin 3A çıxılsın 6B-yə. Mənfi 5-dən 6B-ni çıxdığımız zaman deməli edəcək mənfi 11B çıxılsın. Mənfi 20A-dan da üstünə 3A-nı gəldiyimiz zaman 17A edəcək. Baxırıq ki, burada mənfi 11 çıxılsın, 17A yoxdur. O zaman işarələrinə baxırıq. Mənfi 17A çıxılsın, yoxsa var burada? Mənfi 17A çıxılsın 11B-yə. 17 də mənfidir, 11 də mənfidir. Yəni variant D variantı. Şəkildəki fiqurun həcmini tapın. Biz bilirik ki, bu fiqurumuz paralelipipeddir. Paralelipipedin yuxarıdakı həcmini, aşağıdakı həcmi ayrı-ayrılıqda tapıb üstünə gəlməliyik. Yazaq V balaca bu şəkildə. Balaca kiçik qeyd edək. V kiçik, V böyük bərabərdir. V1 tapdığımızdan 4 vurulsun 4 vurulsun 4-dən 64 edir. Bu balaca. Böyük isə 8 vurulsun 4 vurulsun 6-dan edir 192. 192-nin də üstünə 64-ü gəldiyimiz zaman edir 256. Variant da C variantı. Mənfi 15 kiçikdir, y kiçikdir 14 bərabərsizliyinin ən böyük və ən kiçik tam həllərinin cəmini tapın. Burada deməli ən böyüklə ən kiçik tam həllərinin cəmi 14-ün üstünə 13 gəldiyimiz zaman edəcək mənfi 1. Variant B variantı. Ləmanın karandaşlarının sayı 4-dən az, 7-dən isə çox deyil. Ləmanın karandaşlarının sayını K ilə işarə etsək, aşağıdakı bərabərsizliklərdən hansı Ləmanın karandaşlarının sayını ifadə edir? Burada çox uşaq, məsələn, D-dan C arasında qalır. Əgər burada Ləmanın karandaşlarının sayı 4-dən az deyil. İndi biz burada bilmirik ki, bu necə götürür də, başa düşdünüz? Az, çox ikisinə də aiddirmi? Bu deyil. Deyil ikisinə də aiddirsə, variant D olacaq. Deyil təkcə 7-yə aiddirsə, variant C olacaq. Burada da 4-dən az, 7-dən isə çox deyil. 4-dən az deyil, 7-dən çox deyil. Əslində elə bu məntiqlə bu gedir. Burada məsələn yazsaydı 4-dən azdır, 7-dən isə çox deyil, o zaman C-ni götürərdi. Amma buradakı ifadəyə görə D götürüləcək. Bunu silin. D variantı. 34. Verilən qrafikdə Bakı Sumqayıt ərazisində bir həftəlik hava temperaturu qeyd olunmuşdur. Qrafikə görə hansı gün temperaturlar arasındakı fərq 10 olar? Baxırıq ki, burada bazar ertəsində hava şəraiti necədir? Bazar ertəsində deyək ki, bura 15-dir, burada 25-dir. Elə 15 ilə 25-in arasındakı bazar ertəsi 10 edir. Yəni 25 çıxılsın 15 bərabərdir 10. Digəri məsələn burada baxsaz, çərşənbə axşamı 20-dir. Burada 30 götürək məsələn 32. 20 ilə 32 arasında 10 deyil. Bu şəkildə qeyd edib digərlərinə də baxa bilərsiniz. 35-ci sual. Üçbucağın tərəfləri 3, 6, 8 nisbətindədir. Onun ən böyük tərəfi ilə ən kiçik tərəfinin fərqi 55 cm-dir. Bax, ən böyük tərəfi ilə ən kiçik tərəfi, ən böyük tərəfi 8x çıxılsın 3x bərabərdir 55-ə. Buradan 5x bərabərdir 55, x də bərabərdir 11-ə. Üçbucağın perimetri neçə desimetr olar, onu soruşur. Üçbucağın perimetri bilirik ki, 3x-dan edir 33. İnşallah ki görürsünüz, onsuz da özümdə danışıram. Yenə də 6x-dan olur 66, 8x-dan olur 88.
33 üstə 66 üstə gələk 88. Bu edir 187 santimetr. Fikir versə cavablarımız desimetrləndir. 1 santimetr, bilirik ki, 1 desimetrim 10 santimetrdir. Görmürsünüz? Bu şəkildə qoyum, gördünüz. 1 santimetrimdə əlbəttə ki, onda 1 desimetrdir. O zaman 187 santimetrimdə 187 santimetr olacaq 18 tam onda 7 desimetr. Yəni variant A variantı. Tənliyi buradan yazın, da yer olmayacaq, dəftərdə qeyd edeyim. Tənliyimiz 6x üstə gələk 3 bölünsün 15x minus 3 bərabərdir. 9 bölünsün 12. Bilirik ki, çarpaz vurmaqla qeyd etməliyik. Yəni 12 vurulsun 6x. Mötərizələri vurub açaq. Artıq məncə yetəri qədər bunları bilməliyik. Yenə də yazıram. İşarələrə diqqət etməliyik. X də bərabərdir müsbət 1-ə. Müsbət 1 hardadır? D variantındadır. Zəfər yarışında iştirak edən 72 şagirdin 18-i 8də 1 final mərhələsində vəsiqə qazanmışdır. Uşaqların ən çoxu bu 8də 1-i sanki 8də 1 kəsir kimi götürür. Xeyr, bu 8də 1 finalın adıdır. Final mərhələsinin adıdır. Final mərhələsində vəsiqə qazanmışdır. Yarışda iştirak edən şagirdlərin neçə faizi? Bax, uşaqlar, burada 72-dən 18-i çıxıb həmin ədədin faizini tapmağa ehtiyac yoxdur. Sizə 72, bizi bilirik ki, faizimiz hissə bölünsün, bütöv vurulsun 100% kimidir. Mənim hissəm burada 18-dir. Ümumi bütövüm də 72-dir. 18-i bölərik 72-yə, vurarıq 100%-ə. Bu dedər 25%. C variantı. Yəni burada cümləyə fikir ver. Yarışda iştirak edən şagirdlər 18-dir. Neçə faizi 8də 1 finalda iştirak edir? Ümumi də 72 olduğu üçün 18 bölü 72 vurulsun 100% kimi qeyd edilir. Məktəblər arası Superman yarışmasında şagirdlərin bir güc mərhələsinin tapşırığını yerinə yetirmək üçün sərf etdikləri zaman diaqramda verilmişdir. Diaqrama əsasən düzgün bəndi seçin. Deyir, birinci mərhələ sərf edilən zaman daha çoxdur. Birinci mərhələ görürsünüz ki, 2 dənədir. Üçüncü mərhələyə sərf edilən zaman daha çoxdur. Əlbəttə ki, üçüncüyə sərf edilən zaman daha çoxdur. B variantı qeyd edilir. 39-u da burada qeyd edəcəm, çünki izahı burada çox olacaq bəlkə də. Yoxsa yox, yaza bilərəm. 40 nəfərli bir qrupdakı gənclər idman klubunda futbol və basketboldan ən azı biri ilə məşğul olurlar. 20 nəfər futbol, 23 nəfər isə basketbolla məşğul olur. Futbolla məşğul olanlar, hələ ki bunu yazaq. Buraya yazaq futbol, buraya yazaq basketbol. 20 nəfər futboldan, 23 nəfər basketboldan məşğul olur. Ümumidə 40 nəfər var. Deməli, 20 üstə gələk 23 bərabərdir 43. 43 çıxılsın 40 bərabərdir 3. Bu həmin tapdığım 3 hər ikisi ilə məşğul olanlardır. O zaman 20-dən 3-ü çıxaram, bura 17 olar. 23-dən 3-ü çıxaram, bura 20 olar. İndi gəlin baxaq, futbolla məşğul olanlar idman klubuna ayda 50 manat verir. Bir nəfər 50 manat verirsə, 17 nəfər nə qədər verməlidir? 17 nəfərdə 17 vurulsun 50 manat verməlidir. Basketbolla məşğul olanlar 60 manat, 20 vurulsun 60 manat. Hər ikisi ilə məşğul olanlar isə endirimlə 90 manat verir. 3 vurulsun 90. Bunları da hamısını topladığımız zaman 2320 manat edir. Yəni variant D variantı. ABF bucağına qonşu olan bucağın dərəcə ölçüsünü tapın. Bilirik ki, qonşu bucaqlarımızın dərəcə ölçüsü cəmi 180-də bərabərdir. Ona görə 180-dan 108-ə çıxdığımız zaman edir 72. C variantı. A və B kəmiyyətləri tərs mütənasibdir. Yenə qeyd etdiyim ki, birinci düsturları yazırıq. Y bərabərdir K bölünsün X. Heç bilmirik nə soruşur, nə soruşmur. Tərs mütənasib deyən kimi düsturları yaz ki, həmən dəqiqə yadıma düşsün. X də bərabərdir K bölünsün Y-ə. A plus B cəmi soruşur. Biz birinci buradan K-nı tapmalıyıq. K bərabərdir. X vurulsun Y-dən. 6 vurulsun 36 bərabərdir 216-ya. K-nı tapdıq ki, 216-dır. Birinci B-dən Y-i tapmalıyıq. Y bərabərdir K bölünsün X-a. 216 bölünsün 3-ə. Bu edir 72. A-nın yerinə
Yox, B-nin yerinə. B 72 elədi. Bura 72 oldu. A-nı tapaq indi. A da Y-dir. Yenə Y bərabərdir. K bölünsün X-dan 216 bölünsün 4-də. Bu deyir 54. A da oldu 54. A plus B cəmi soruşduğu üçün 72-nin də üstünə 54-ü gəldiyimiz zaman deməli edəcək 126. 126. A variantı. Burada mən uşaqlara işlədəndə qeyd etmişəm. Koordinat sistemində bax K nöqtəni qeyd etdik, M nöqtəsini də qeyd etdik. KM parçasının o X ilə kəsişmə nöqtəsinin koordinatları burada da fikir verirsiniz ki, 0, 0 başlanğıc nöqtədədir. Ona görə D variantı qeyd edilir. Şəkildə M nöqtəsi böyük çevrənin, N nöqtəsi isə kiçik çevrənin mərkəzindədir. M eli bax bu hissəni bizə 5 verib. N, M bu hissəni isə 7 verir. O zaman bizim bu ümumi böyük hissəmiz nə qədər olmalı? 7-nin üstə 5 gələndə 12 edər də. 12. Həmən iki çevrə daxildən toxunarsa bunların mərkəzləri arasındakı məsafə, yəni MN parçası mərkəzləri arasındakı məsafə bu MN parçasıdır. MN-i tapmaqdan ötürü həmin bu MN parçamız RB çıxılsın RK olmalıdır. Yəni R böyük çıxılsın R kiçik. Həmən biz burada böyük çevrəni tapdığımız üçün MN üstə gələk RK-ya. MN-imiz bizim 7-dir. Daha doğrusu MN-imiz 7. Kiçik çevrənin radiusu da 12. 7-nin də üstünə 12 gəldiyimiz zaman edir 19. Zaur aprel ayının 5 günü ərzində bir yanacaq doldurma məntəqəsindəki gəliri aşağıdakı diaqramda qeyd etdi. Diaqrama əsasən düzgün bəndi seçin. Ən çox gəlir 15.000 manat olub. Baxaq görək. Ən çox gəlirimiz 15 yox 20.000 manat olub. Baxın 20-də olub ən çox gəlirimiz. Deməli A deyil. Birinci gün gəlir 20.000 manat olub. Birinci gün gəlir bəli 20.000 manat olub. Ən çox gəlir 10.000 manat olub. Xeyr, səhvdir. Bəzi günlər gəlir 20 manatdan çox olub. Bu da səhvdir. Variantımız C variantı. Aşağıdakı diaqramda Mehmanın həftə ərzində həyətdə oynadığı vaxt təsvir olunmuşdur. Mehman həftənin neçə günündə həyətdə 2 saatdan çox vaxt sərf edib. 2 saatdan çox. Bax, 2-dən çox biri çərşənbə axşamıdır, biri çərşənbədir, biri də cümə axşamıdır. Qalan hamısı 2-dən azdır. Yəni 3 gün, deməli bu həyətdə çox oynayıb. Dili 3 cm olan kiçik kublardan düzəldilmiş böyük kubdan bir neçə kub çıxardılmış və şəkil 2-dəki fiqur əldə edilmişdir. Alınan yeni fiqurun həcmi şəkil 1-dəki kubun həcminin neçə faizidir? Bunları biz kub şəklində qeyd etdiyimiz zaman alırıq ki 26-dır. Amma burada kubun tilinin 3 cm olduğunda qeyd etdiyinə görə burada sual biraz qarışıqdır. Necə qarışıqdır? Məsələn, sayla getsək, bu 26-dır, bu digər tərəf 14-dür, 12 edir. 12-ni bölürük 26-ya, vururuq 100-ə, bu edir 50%. Burada cavab alınır. Amma tilin 3 cm olan hissəsi ilə gedəndə V bərabərdir A kubundan 27 alınır. Buradan biri çıxarılır, 26 qalır. Buradan da 3 dənəsi çıxarılıb, 26. Ümumi 27 idi axı. 27-dən 3-ü çıxırıq 24. Həmən bu 24-ü bölüb 26-ya 100-ə vurduğumuz zaman fərqli bir cavab alınır. Yəni təqribi bir qiymət alınır. Ona görə bu biraz sual qarışıqdır. Əgər variantla verildiyi zaman bu şəkildə elə 50% kimi götürmək olar. Elə bayaq dediyim qaydanı uşaqlar burada məsələn mən sizə göstərim. Deyək ki, indi burada cavab sizin kartiçkanız bax bu şəkildə olacaq. Bax bu sanki bu şəkillər yoxdur. Kartiçka bu şəkildə dama kimi damalı verilir. Məsələn 50-ci sualı yazır bura məsələn 50. 50-ci sualı necə həll eləyirsənsə, o şəkildə bura qeyd eləyirsən. Başa düşdünüz, nə yaxşı elə burada görsən. İndi 50-yə çatanda mən sizə daha dəqiq deyəcəm. İndi 47-yə baxaq. Bilik yarışında işte burada cavab istəyir məndən. Bilik yarışında iştirak edən 36 şagirddən 9-u yarımfinal mərhələsində vəsiqə qazanmışdır. Yenə eyni şey. Hissə bölünsün bütöv.
vurulsun 100%. Bax, ən rahat yolu budur. Mənim hissəm 9-dur. Yəni 36 ümumidən 9-dur. Vurulsun 100%. Bunu hesabladığımız zaman edir 25%. Yəni cavabda 25% varsa 25%-in özünü qeyd eləyirsiniz cavab şəklində açıq sual yazılanda. Əgər sizdən həllin soruşursa, ayrıca belə bir balaca bir yer verirsə, məsələn, deyə cavab kartında yazıb 47, 47-yə bax belənçinə bir şəkildə bu şəkildə yer ayırıbsa, deməli sən bunu necə həll edirsənsə onu yazmalısan. Məsələn, yazmalısan ki, faizi tapdığımız üçün 9 bölünsün 36 vurulsun 100%. Tapdıq ki 25%. Qısa, aydın, səliqəli şəkildə belə yazmaq lazımdır. Amma gördünüz ki, məsələn, deyək ki 47 bu şəkildə verilib. 47-ci sual. Məsələn, burada damalar verilir də belə. Burada işarələmək lazımdır. Məsələn, burada 1 yazır, 2 yazır, 3 yazır. En azından görmüsünüz də kartiçka. Yəni burada 1 yazır, 2 yazır, 3 yazır. Deyək ki, mən cavabı almışam 12. 1-in altından 1-i işarələməliyəm. 2-nin altından 2-ni işarələməliyəm. Deyək ki, bu şəkildə verəndə qeyd bu şəkildə aparılır. Bu çərçivə şəklində veriləndə deməli bura həll yazılmalıdır. Ümid edirəm ki, izah eləyə bildim. 25%. 48. Deyir, birinci qabdakı 300 milli məhlulun 30%, ikinci qabdakı 500 milli məhlulun isə 14% duzdur. Gəlin birinci biz 300-ün 30%-ni tapaq. Çünki 300-ün 30-unu istəyir məndən. 100-ə böldüyümüz zaman buraya edir 90 qram duz. Bu duzdur. 500 millinin 14'ü, 500'ü vururuq 14'e bölürük 100'e. Bu da edir 70. Yine bu da duzdur. Sonra deyir ki, bu məhlullar qarışdırılır. Məhlullar qarışdırılırsa, 90'ın üstünə 70 gəldiyimiz zaman edir 160. 300'ün üstünə 500 gəldiyimiz zaman edir 800. Yəni, bu həmən məhlullar qarışdırılanda məhlulumuz oldu 800, duzumuz oldu 160. Bu məhlul qarışdırılarsa bütün məhlulun, bax fikir ver, bütün məhlulun 800-ün neçə faizin duz təşkil edir? 160 bölünsün 800-ə vurulsun 100-ə. Deməli 20 faizini duz təşkil edir. 6-cı sinif şagirdlərindən 14 nəfər futbol, 16 nəfər piano, 20 nəfər isə tenis dərnəyinə yazılmışdır. Şagirdlərin neçə faizi? Şagirdləri qeyd etmirəm, amma mən buradakı 14, 16, 20-ni toplayaraq şagirdlərin özlərinin ümumi sayını tapa bilərəm. Bu edir 50. 50 nəfər şagird. Burada qeyd edək. Sonra deyir ki, şagirdlərin neçə faizi tenis dərnəyinə yazılıb. Hissəm nə qədərdir? Tenis dərnəyinə yazılan 20-dir. 20-ni bölərəm 50-yə, vuraram 100-ə. Bu da edər 40%. Bax, bu şəkildə 40% qeyd edək. Turist dəstəsi A bazasından çıxaraq düz xətli hərəkət edərək B məntəqəsindən keçməklə C məntəqəsinə getdi. Turistlər nə qədər yol getdiyini tapın. 1,1 kilometrdir. Bax, burada düz xətli hərəkətdən söhbət gedir. Əgər xətli hərəkət desəydi, gələrdin aşağı, bura gedərdin, buradan bura, buradan bura. Düz xətli dediyi üçün, bax, bu şəkildə. A-dan gəlir B-yə, B-dən gəlir C-yə. Sayaq 1, 2, 3, 4. A-dan B-yə 4 damadır. Yəni 4 kilometr. B-dən C-yə 1, 2, 3. 3 dama. 3 kilometr. Bax, deyək ki, sizə qrafik bu şəkildə verir. Bax, belənçiyinə burada çərçivə var. Bax. Bunun cavabı sanki bax belə çərçivələnib. Yazılıb ki, 50-ci sual bu şəkildə yazmasan. Bax belə yazırsan. A-dan B-yə 4,4 kilometrdir. Bu getdiyi yolda tapmaq üçün 4 üstə gələk 3 bərabərdir 7 kilometr. Məsələn, daha aydın indi bilmirik də orada necə yoxlayırlar. Bu il olub bu. Keçən il belə deyildi. Keçən il adi işarələrlə idi. Sadəcə məsələn 7 kilometr tapırdınsa 7 kilometri yazırdın o şəkildə. Belə açıq şəkildə istəmirdi. Məsələn yaz ki, hə bu turistlərin, məsələn yazaq, turistlərin getdiyi yol geniş yazaq. İndi bilmir yaxı necə yoxlayacaqlar. 7 kilometrdir. Hə, lap kilometr yaz 7 kilometr. Ola bilər kiminsə xətti məndən 5 betər, məsələn, biraz səliqəsiz olar, başa düşməzlər, orada oxunmaz, ya necəsə də indi bilmək olmaz, kompüterdir. Ürək necə istəyər, elə götürər, başqa cür görər, siz necəsə yaza bilərsiniz. O şəkildə qeyd edirəm ki, çalışdığımız qədər səliqəli, aydın şəkildə
yazın. Ümid edirəm ki, bu hissəni mən sizə başa sala bildim. Yenə də görsəz ki, nəyisə başa düşmürsünüzsə, yorumlar hissəsində qeyd edin. Lazım gələrsə əlaqə də qura bilərəm. O şəkildə də sizə izah eləyə bilərəm. Ya YouTube-da məsələn yazın ki, 6-cı sinif 2026 cavab kartları. Bax bu şəkildə yazsaz göstərilə bilər. İndi mən bir müəllim var idi. Onun bilmirəm indi icazə verər, verməz. Ona görə adam biraz tərəddüd edir də ki, icazəsiz paylaşmaq. Amma yazın ki, bax bu şəkildə. Qoy mən sizə qeyd edeyim. Yazarsınız ki, 6-cı sinif monitoring 2026 cavab kartı. Cavab kartı. Bax bu şəkildə uşaqlar qeyd eləyin. O cavab kartları sizin qarşınıza çıxacaq. Amma 2025-ə baxmayın. Ha, 2026-ya baxın. İnşallah ki, orada hamınız tapa bilərsiniz. Tapmasaz da mənə deyin. Mən bir şəkildə sizə həmən linkləri atarım. Bu şəkildə.